Braziliya millisinin bu mundialda nə qədər uzağa gedəcəyini təxmin eləmək çətindir. Çünki Fransa kimi, İngiltərə kimi, İspaniya kimi və digər güclü bir neçə yığmaların olduğu turnirdə sonluq çox gərgin keçəcək. Burası dəqiq deyil. Amma şəxsən mənə Carlo Ancelotti'nin Braziliya millisindəki işi çox maraqlı idi. Çünki mənə görə dünyada futbolçulardan dil tapmaq bacarığı olan futbolçuların dilini bilən tək-tük məşqçilərdən biri, bəlkə də birincisi Carlo Ancelotti'dir. Və xüsusən Vinicius'un necə təsir bağışlayacağı onun rəhbərliyi altında çox maraqlı gəlirdi insanlara. Çünki bilirik Vinicius da ipə sapa yatan futbolçu deyil. Amma Realda bu adamların işbirliyini görmüşük və hələ ki Vinicius da yaxşı gedir. Braziliya yığması da düzdür, qarşıda elə çətin yığmalar olacaq. Braziliya millisinin əsl gücü elə o oyunlarda görünəcək. Amma hələ ki izləyək və yəqin ki turnir bitəndən sonra həm Braziliya millisi haqqında, həm də Ancelotti'nin Braziliyadakı işi barədə ətraflı daha dolğun danışa bilərik.